Hər kəsə salam. Bir çox gəncin xəyalı olan bəzilərinin isə çətin iş qrafiki deyib uzaq durduğu bank sektoru haqqında danışacağıq. Azərbaycanda bank işçiləri həqiqətən nə qədər maaş alır? Kassirdən tutmuş idarə heyətinin sədrinə qədər aylıq qazanclar necə dəyişir? 2026-cı ilin reallıqları ilə bank dünyasının pərdə arxasına baxırıq. Mövzuya keçməzdən əvvəl bu növ araşdırma videolarının davamlı olması üçün kanalımıza abunə olmağı və videonu bəyənməyi unutmayın. Sizin dəstəyiniz bizə yeni və daha maraqlı mövzuları araşdırmaq üçün böyük motivasiya verir. Zəng işarəsini aktiv edin ki, növbəti maaş araşdırmalarımızdan ilk siz xəbərdar olasınız. Dövlət Statistika Komitəsinin son məlumatlarına görə maliyyə və sığorta sektoru ölkədə ən yüksək maaş verilən top 3 sahədən biridir. 2026-cı ilin əvvəlinə olan göstəricilərə görə bu sahədə orta aylıq nominal əmək haqqı təxminən 2800-2900 manat civarındadır. Lakin bu rəqəm sizi yanıltmasın. Çünki bank daxilində maaşlar vəzifəyə görə kəskin fərqlənir. Gəlin aşağıdan yuxarıya doğru bir sıralama edək. Kassir və əməliyyatçılar işə yeni başlayanda adətən 450-700 manat arası maaşla başlayırlar. Təcrübə artdıqca bu rəqəm 900 manata qədər qalxa bilər. Əsas yükü çəkən kredit mütəxəssislərində isə maaşlar 600 manatdan başlayır. Amma burada əsas məsələ bonuslardır. Satış planını dolduran bir mütəxəssis ayda 1200-1500 manat qazana bilir. Orta səviyyəli idarəçilər, yəni şöbə müdirləri bankın ölçüsündən asılı olaraq 1500-2500 manat arası maaş alırlar. Departament direktoru vəzifəsində rəqəmlər artıq kifayət qədər ciddiləşir, 3000, 5000 manat və daha yuxarı. Böyük banklarda top menecmentin, yəni rəhbər şəxslərin maaşları 10.000 manatdan başlayaraq 20.000 manata qədər bəzən daha çox ola bilər. Bankda maaş sadəcə kartınıza oturan sabit rəqəm deyil. Qazancı artıran əsas faktorlar hər 3 aydan bir hədəflərə çatdıqda verilən kvartal bonusları və bank ilin sonunda mənfəət əldə edibsə verilən illik mükafatlardır. Həmçinin tibbi sığorta paketi də işçilər üçün ciddi bir üstünlükdür. Təbii ki, bu pul asan qazanılmır. Yüksək maaş həm də yüksək məsuliyyət deməkdir. Bankda iş saatları rəsmi olaraq saat 18:00-da bitsə də çox vaxt hesabatlar və auditlər səbəbindən işçilər ofisdə daha çox qalmalı olurlar. Həmçinin hər bir kiçik səhv maddi məsuliyyət daşıyır. Nəticə olaraq bank sektoru karyera qurmaq və stabil gəlir əldə etmək üçün 2026-cı ildə də öz aktuallığını qoruyur. Sizcə bank işçilərinin maaşı gördükləri işin çətinliyinə dəyərmi? Şərhlərdə fikir mübadiləsi edək. Növbəti videoda görüşənədək.